Radyo Vəkil. Bəli, Bakıda saatlar 18:00 keçir. Bu o deməkdir ki, Yurd FM-də Radyo Vəkil proqramı efirdə öz işinə başlayır. Sizinlə mən Xəyal Orucoğludur və düz bir saat ərzində sizinlə həm söhbət olacaq. Bugün də sizinlə danışacağıq və müzakirə edəcəyik. Əlbəttə ki, hüquqla bağlı sualları olan dinləyicilərimiz öz suallarını elə indidən bizə göndərə bilərlər. Bugün də əlbəttə ki, sizə təqdim edəcəyimiz çox maraqlı bir buraxılışımız olacaq. Ona görə də elə suallarınızı indidən yazın, göndərin. Biz də burada cavablandıraq. Və qeyd edim ki, bizi 099 6 907 907 WhatsApp nömrəsində öz suallarınızı göndərə bilərsiniz. Eləcə də bizi sosial media hesablarından da izləmək mümkündür. Əvvəlcə sizə qonağımızı təqdim edəcəm, daha sonra mövzumuza keçid alacağıq. Bugün bizim vəkil qonağımız, Vəkillər Kollegiyasının üzvü, eyni zamanda mediator Qasım Şaliyevdir. Xoş gəlmisiniz, salamlarıq sizə. Xoş gördük. Mən təşəkkür edirəm ki, yenidən bu mövzuya sizin belə deyək, radio dalğalarında toxunursunuz. Minnətdarıq sizə, çox sağ olun. Bütün vəkillərimizə, elə sizə də, digər vəkillərimizə tanısanız ki, bizdə qonaq olublar və insanlarımızın, vətəndaşlarımızın maariflənməsi istiqamətində çox böyük dəstək göstəriblər. Və əlbəttə ki, bu qısa zaman ərzində də kifayət qədər yaxşı geri dönüşlər almışıq. İstər bu dinləyicilərimizdən gələn suallardan, eləcə də sosial mediada olan baxışlardan, bu özlüyündə bizim hər birimizdə vəkilə olan ciddi bir ehtiyacdan həm də qaynaqlanır, həm də öz hüquqlarımızı bilməyimiz istiqamətində də görünür ki, yaxşı bir göstəricidir əslində. Qasım bəy, bu istədik ki, sizinlə də məsləhətləşdik və belə bir ortaq qərara gəldi ki, mediasiyadan danışaq. Çünki mediasiyada bir çoxlarımızın müəyyən bir məsələlərdə müraciət etməli olduğumuz ilkin bir növ qurum deyək, bir məkan deyək, yer deyək, hansı ki, mediasiyada müəyyən məsələlər həll olunur. Gəlin əvvəlcə oradan başlayaq. Suala keçməmişdən qabaq mən bir daha dinləyicilərimizin diqqətinə çatdırım ki, bizi hal-hazırda sosial media hesablarında, yəni Yurd FM-in və Vaxt Medianın YouTube və TikTok səhifələrində hazırda izləyə bilərsiniz. Oradan da suallarınızı göndərə bilərsiniz. İstər mediasiya ilə bağlı olsun, istər ailə münasibətlərlə bağlı olsun, əmlak və sair səpkili suallar, sizi maraqlandıran məsələləri ünvanlaya bilərsiniz. Amma sırf mövzumuzla bağlı olan məsələyə gəldikdə isə ümumiyyətlə hansı problemlər bax, ilk mərhələdə məhkəmə deyil də məhz mediasiyada həll olunur, orada həll istiqamətində işlər görülür. Buyurun zəhmət. Suala cavab verməmişdən əvvəl ilk öncə qeyd etmək lazımdır ki, mediasiya nədir? Mediasiya tərəflərin, yəni mübahisə tərəflərinin öz aralarındakı mübahisəni üçüncü neytral şəxs olan mediatorun iştirakı ilə apardıqları və həll etmək istədikləri və münaqişə səviyyəsini azaltmaya çalışdıqları bir danışıqlar prosesidir. Fikir verin, burada mən deyirəm danışıqlar prosesi, yəni qeyri-rəsmi bir ortamdır. Amma bu qeyri-rəsmi ortamın nəticəsində əldə edilən razılıqları, tərəflərin özlərinin gəldikləri razılığı, hansı ki o barışıq sazişi adlanan sənədlə sənədləşdirilir. Dövlətimiz, yəni digər dövlətlərdə olduğu kimi, bu mediasiyanın nəticəsində əldə edilmiş sənədin hüquqi etibarlılığını qəbul edir. Yəni digər bir ifadə ilə dövlətimiz deyir ki, siz aranızda mübahisə olanda məhkəməyə də gedə bilərsiniz, amma məhkəməyə gedəndə hakim qərar verir və biriniz ondan razı olmursunuz və bir il yollarda olursunuz, yuxarı məhkəmələrə şikayət edirsiniz, vaxt itirirsiniz, əsəb itirirsiniz və s. Dövlətimiz mediasiya institutunu yaratmaqla insanlara bu şəraiti yaradır ki, tərəflər öz mübahisələri barədə özləri qərar versinlər. Yəni bu çox vacib bir məqamdır. İndi ölkə hal-hazırda qüvvədə olan qanunvericiliyimizə əsasən bütün mülki mübahisələr və inzibati mübahisələr mediasiyada müzakirə oluna bilər və həll yolları tapıla bilər. Sadəcə ölkəmizdə hal-hazırda aktual olan, hansı ki məhkəməyə getməmişdən əvvəl mütləq şəkildə mediasiyada iştirak olunmalı olan işlər ailə və əmək mübahisələridir. Hansı ki ailə münasibətlərdən iləri gələn mübahisələr. Bu nə deməkdir? Bəzən belə deyək, biz ancaq boşanma ağlımıza gəlir. Tərəflər aralarında mübahisə var. Onlar nikahın davam etmə şərtlərini mediasiyada müzakirə edə bilərlər. Uşağın hansı valideyndə qalması, uşağın aliment məsələsi, uşağın tərbiyəsi ilə bağlı digər məsələlər, digər valideynin uşaqla ünsiyyət məsələləri, uşağın xaricə çıxarma məsələləri, bunun kimi məsələlər hamısı mediasiyada müzakirə oluna və bir belə məhkəməsiz tərəflər özlərində bunu razılaşdıra bilərlər. Demək ki, birinci ailə mübahisəsidir. İkincisi də yenə məcburilik daşıyan əmək mübahisəsidir. Əmək mübahisəsində də yəni
işçinin işə götürənlə və ya işə götürən işçi ilə olan mübahisələri mediasiyada müzakirə olunar və həll yolları tapıla bilər. Yəni əsasən hal-hazırda müzakirə olunan iki nüansı qeyd etdiniz ki, mediasiyada müzakirə olunur. Ümumiyyətlə, burada əlbəttə ki, tərəflərin bir razılığa gəlməsində mediatorun da çox böyük rolu var həm də. Həm də rolu yoxdur. O mənada ki, neytral şəxsdir. Mükəmməl dediniz, bəli. Bu nüans, yəni balansı qorumaq bir mediator üçün çətin olmur ki? Bu bəli kifayət qədər çətin bir prosesdir əslində. Hal-hazırda ölkəmizdə mediasiya təlimi qurumu olan Ədliyyə Akademiyasında mediatorların ilkin baza və ixtisas artırma təlimləri keçirilir. Bəli. Və bu təlimlərdə biz, mən həm də mediasiya təlimçisiyəm deyə rahat deyirəm, bu təlimlərdə biz mediator namizədlərinə emosiyaların idarə olunması, o neytrallığın tərəflər arasında saxlanması üçün xüsusi belə peşə bacarıqları aşılanır və ondan sonra bu təlimlərin sonunda onlar imtahanlara keçirlər və artıq müəyyən baza belə deyək, bacarıqlar əldə edirlər və tərəflər arasında həm kommunikasiyanın qurulması. Bəzən olur ki, insanlar bir-biri deyirlər ki, mən digər tərəfi görmək istəmirəm. Baxın, bir-birini görmək istəməyən şəxslər arasında kommunikasiyanın qurulması və mübahisənin həlli və ya münaqişə səviyyəsinin azaldılması bu kifayət qədər həm də əsəb tələb edən bir işdir və şükürlər olsun ki, bunu artıq Azərbaycan mediatorları bacarır və bu işdə kifayət qədər belə deyək, gözlə görülən ilərləmələr var. Maraqlı məsələdir və əlbəttə ki, belə desək, daha çox insanların yeni alışdığı bir əslində bir institutdur, mediasiya institutu. Ümumiyyətlə, mediator olmaq üçün bir hüquq təhsili filan tələb olunurmu, yoxsa hər kəs mediator ola bilər? Sual üçün təşəkkür edirəm. Məsələn, qardaş Türkiyədən fərqli olaraq Azərbaycan ölkəmizdə ali təhsilli olan istənilən şəxs mediator ola bilər. Sadəcə 3 illik əmək stajı lazımdır və ali təhsil 25 yaş və demək Ədliyyə Akademiyasında müvafiq təlimləri keçmək kifayət eləyir. Bu da düşünürəm ki, ölkəmizdə kifayət qabaqcıl bir normadır. Bəli. Belə ki, biz mübahisəni ancaq belə deyək, hüquqşünasların hegemoniyasına veririk bəzən. Mən şəxsən hal-hazırda ona inanıram ki, qeyri-hüquqşünaslar daha yaxşı mediatordurlar və onlar tərəflər arasındakı maraqların uzlaşmasında, insanların ehtiyacının müəyyən olunmasında insanlara daha yaxşı töhfə verirlər. Özüm hüquqşünas olaraq bunu deyirəm. Təbii. Doğrudan da əslində insanları heç məhkəməlik olmadan, yəni artıq məhkəmə qərarı verilmədən barışdırmaq təkcə insanları yox, həm də deyək ki, hüquqi şəxslər arasında bir razılıq əldə olunmasında iştirakçı olmaq, pay sahibi olmaq insanı həm də vicdani olaraq da bir rahatlatmış olur. Belə deyim, otağa girən insanlarla otaqdan çıxan insanlar eyni olmurlar. Çox qəribədir. Yəni gələndə gərgin, kifayət emosional yüklü, bəli. Amma çıxanda belə deyil, o çayın qəhvə ətri ilə mübahisəni həll edirlər və bir özlərinin razı qaldıqları və özlərinin qərar verdikləri barışıq sahəsində imzalayaraq mübahisəni həll edirlər. Bundan gözəl nə ola bilər? Təbii. Baxın, bir nüansı soruşacağım. Yeri gəlmişkən bizi hal-hazırda sosial şəbəkələrdə və radio dalğalarda izləyən və dinləyən dinləyicilərimiz və izləyicilərimiz var. Bu arada 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bu nömrəyə öz suallarınızı ünvanlaya bilərsiniz. Mediasiya ilə bağlı və yaxud da ki, ailə münasibətlərlə bağlı, əmlak və sair məsələlərlə bağlı suallarınızı göndərə bilərsiniz. Bugün bizim vəkil qonağımız Qasım Şaliyevdir. Həm sizin, həm də bizim suallarımızı cavablandıracaq və hüquqi aydınlanmamız istiqamətində bizə dəstək olacaq. Bu arada həm ona, həm də digər vəkil qonaqlarımıza təşəkkür edirik. Bu istiqamətdə bizə dəstək olduqları üçün. Bir izləyicimiz soruşur ki, mən boşanmaq istəyirəm, qarşı tərəfsə razı deyil, mən nə edə bilərəm? İlk öncə bizi dinlədiyinə görə dinləyiciyə təşəkkür edirəm. Burada hal-hazırda ölkəmizdə qüvvədə olan qanun vəzifəsində əgər uşaq, yəni yetkinlik yaşına çatan uşaq yoxdursa və ya yəni yetkinlik yaşını keçibsə və ya uşaq yoxdursa, buna tərəflər ilk öncə demək asan xidmət və ya digər qeydiyyat orqanlarında, yəni keçmiş xalq dilində ZAKS deyilən adlanan qurumlara müraciət etməlidirlər. Əgər tərəflərdən birisi boşanmadan yayınırsa, demək əgər uşaq yoxdursa birinci istiqamətdə deyim, həmin qurumdan müvafiq arayış alaraq sonra mediasiya təşkilatlarına müraciət eləyir və yenə də orada mediator digər tərəfdən əlaqəyə keçərək nəsə bu tərəflər arasında müəyyən bir ünsiyyətin qurulmasına çalışır. Yenə deyək ki, digər tərəf bundan imtina edərsə, bu halda artıq mediasiya qurumundan da müvafiq arayış alaraq məhkəməyə müraciət edir. Yəni, demək istədim, birinci halda əgər uşaq yoxdursa və ya uşaq 18-dən yuxarıdırsa, bu halda ilk öncə demək qeydiyyat orqanlarına, sonra mediasiya, sonra məhkəməyə müraciət olunur. Yox, əgər
tərəflər yəni birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqlar varsa, bunda ilk növbədə mediasiya təşkilatına müraciət eləyir və əgər mediasiyada hər hansı bir nəticə baş tutmazsa, o halda məhkəməyə müraciət eləyir. Yəni tərəfin, yəni hal-hazırda ölkəmizdə nikah könüllülük əsasında qurulub. Yəni bir tərəfin heç kəsin yanında belə deyək də ailə münasibətləri davam etməyə məcbur eləmək olmaz. Əgər bir tərəf imtina edirsə və heç bir şəkildə boşanmaq istəmirsə, bu halda nə ola bilər? Ən yaxşı halda məhkəməyə müraciətdən sonra hakim işin hallarını, tərəflər arasında münasibətin vəziyyətini də nəzərə alaraq onlara barışmaq üçün daha bir 3 ay müddət verə bilər. Yenə həmin müddətdən sonra bir tərəf yenə israrla boşanma istəyəcəksə, nikahın pozulmasını istəyəcəksə, bu halda məhkəmə nikahın pozulması barədə qətnamə çıxarır. Birbaşa, yəni mediasiya olmadan birbaşa məhkəməyə kimsə israrlıdırsa müraciət edə bilirmi? Hal-hazırda sırf ailə mübahisələrindən danışsaq, xeyr. Hal-hazırda Mülki Prosessual Məcəllənin birbaşa tələbi odur ki, ailə mübahisələrindən iləri gələn məsələləri üzrə məhkəmədə iddia qaldırılmamışdan əvvəl mütləq şəkildə ilki mediasiya hissəsində iştirak etmək lazımdır. Təşəkkür edirik cavabınız üçün. Bu arada siz də suallarınızı göndərə bilərsiniz. Gələn suallar var. Hamısını ardıcıllıqla səsləndirəcəyik. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Öz suallarınızı göndərə bilərsiniz. Bu mediasiya ilə bağlı ola bilər, ailə münasibətlərlə bağlı ola bilər, əmlak məsələləri və sair məsələlərlə bağlı suallarınızı yaza bilərsiniz. Bizi hal-hazırda sosial media hesabından izləyən izləyicilərimiz də var. O izləyicilərimiz bizi həm Yurd FM-in YouTube və TikTok səhifəsində, eləcə də Vaxt Medianın YouTube və TikTok səhifələrində də izləyirlər. Oradan da suallarını yazıb göndərə bilərlər. İndi isə qısaca bir reklam arası var. Onu dinləyəcəyik. Daha sonra qayıdıb gəlib müzakirəmizi davam etdirəcəyik. FM'de devam edir. Reklamlar bitti və qayıtdıq gəldik. Sizinlə müzakirələrimizi davam etdirəcəyik. Qasım Şaliyev bugün bizim qonağımızdır. Həm mediator, həm də vəkil olaraq sizi və bizi maraqlandıran məsələləri də cavablandırır, sualları cavablandırır. Suallarınız varsa yaza bilərsiniz bizə. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Siz suallarınızı yazın, göndərin. Eyni zamanda bizi hal-hazırda qeyd edim ki, sosial şəbəkələrdə də izləmək mümkündür. Vaxt Medianın və Yurd FM-in YouTube və TikTok səhifələrində bizi izləmək olar. Oradan da suallarınızı göndərə bilərsiniz. Dinləyicilərimizdən və izləyicilərimizdən gələn suallar var. Onlardan biri belədir. Bir dinləyicimiz yazıb ki, Qasım bəy, deməli, qızımla deyir, ünsiyyət hüququm məhkəmə qaydasında təmin olunub. Həftənin bazar günləri və qeyd olunub ki, 11-dən 18:00 kimi bayram günləri, Novruz, Qurban, Ramazan eyni saatlar daxilindədir. Qızım hal-hazırda deyir, 6 yaşını tamam edib, 7 yaşına keçib. Mən məzuniyyət dövrümdə və qızımın ali təhsil tətili müddətində xaricə gedəndə qızımı da özümlə bərabər xaricə aparmaq istəyirəm. Mən qızımı xaricə çıxartmaq üçün məhkəməyə verdi, ancaq görüş günləri buna uyğun olmadığından imtina verdilər. Mən indiki halda nə edə bilərəm? Ümumiyyətlə, bu halda xaricə aparmaq kimi bir istək, təşəbbüs reallaşması mümkün görünürmü? Çox maraqlı bir haldır. Demək, İlk öncə əgər tərəflər arasında müəyyən, ilk öncə bu halda da yəni uşağın belə yetkin yaşına çatmayan uşağın ölkə xaricdən çıxarılması mübahisəsi, deyək ki, tərəflər arasında bir mübahisə varsa, bu da ilk öncə yenə mediasiyada müzakirə olunmalıdır və mediator tərəflər arasında müəyyən münasibətlərin belə deyək qurulmasına töhfə verə bilər və tutaq ki, indiki bəyin dediyi kimi belə başa düşürəm ki, artıq mediasiya bir nəticə olmur və məhkəməyə gedib və məhkəmədə imtina verilib. Əgər müddət keçirilməyibsə, həmin məhkəmə qətnaməsindən apellyasiya məhkəməsinə və apellyasiya məhkəməsindən də tutaq ki, hər hansı bir qərar olarsa, oradan da kassasiya qaydasında ali məhkəməyə şikayət vermək olar. Konkret nə etmək olar? Orada işin hallarını bilmədən indi sırf mən belə deyək də burada tam ifadə edə bilmərəm, çünki orada istənilən məhkəmədə bu kimi hallarda uşağın diqqətə layiq mənafi nəzərə alınır. Bəli. Bəzən hətta hakimlər özləri də birbaşa qərar verməyib, icra hakimiyyəti orqanına rəy üçün göndərilir ki, bu hal, bu məhkəmədəki bu iddia tələbi uşağın maraqlarına nə qədər cavab verir? Yəni çünki bu uşaq burada məsəl üçün mən belə başım 6 yaş deyildi. 6 yaş, bəli, 7 yaşına keçib. Yəni burada bəlkə indi bilmirəm də bəlkə də orada ana qayğısının hələ uşaq üçün vacib olduğu qənaəti gəlir. Bəlkə indi orada rəy necə olub? Bütün hallarda sırf suala cavab vermə baxımından desək, məhkəmə birinci instansiya məhkəməsi imtina veribsə, oradan apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermək lazımdır.
Aydındır. Bir dinləyicimiz yazıb ki, dekabrın 26-sındandır, nə uşaqlarımı görə bilirəm, nə zəng edə bilirəm, məndən icazəsizdir, məktəbdən də çıxardıblar, mən indiki halda kimə şikayət edə bilərəm? Bu halda bunun yolu ancaq belə deyək, məhkəmədə müdafiə olunmaqdır. Müdafiədə belə deyək, pozulmuş hüquqların müdafiəsi ilə bağlı iddia qaldırmaq lazımdır. İlk öncə burada da uşaqlarla ünsiyyət hüququ ilə bağlı mediasiya təşkilatına, aidiyyəti mediasiya təşkilatına müraciət olunmalıdır və mediasiyada da bir barışıq, bir həll imkanları baş verməsə məhkəməyə müraciət edilə bilər. Qeyd edim ki, bizim təcrübəmizdə bu kimi hallar çox olur və bəzən bir əsəb, bir belə deyək, gərginliklə bu kimi xüsusən ana tərəfi belə addımlar edir, amma mediasiyada işin hər tərəfli müzakirəsi və uşaqlarla bağlı məsələ daha ətraflı müzakirə olduğu üçün, çünki bizim qanunumuzda da ümumi mediasiya fəlsəfəsində də uşağın diqqətə layiq mənafələrini nəzərə almaq və uşaqları qorumaq həm də mediatorun borcudur. Bəli. Çünki orada günahsız olan və o masada, mediasiya masasında olmayan iştirakçılar uşaqlardır və mediatorun da borcudur ki, o uşaqların mənafeyini qorumaq üçün bütün imkanları səfərbər eləsin və düşünürəm ki, bu kimi halda əgər vətəndaş, bizim dinləyici mediasiya təşkilatına müraciət eləsə, orada bir ortaq həll yolu tapılacağına mənim inancım tamdır. Çünki təcrübədə bizim də kifayət qədər belə işlər var. Gözəl. Deyir ki, MMC mənzilinə zərər vurmuşdu. Məhkəmədə ekspertiza istədik. 2 aydan sonra cavab gəldi ki, ekspertiza gəlməkdən imtina edir. Yenidən məhkəmə günü təyin olundu. Ekspertizanın gəlməkdən imtina etməsidir. Belə olan halda nə dərəcədə düzgündür? Çox yaxşı sualdır, təşəkkür edirəm. Bəli, son zamanlar bu kimi hallara rastlaşırıq. Vəkil kimi mən özüm də rastlaşıram. Hər hansı bir səbəbdən ekspert əgər imtina edərsə, bunun yolu yenidən məhkəmədə, həmin o məhkəmə iclası təyin olub, həmin məhkəmə iclasında ekspertdən imtinanın əsassızlığı hakimə izah olunmalıdır və bu kimi hallarda da məhkəmələr, yəni praktikadan da gördüyüm budur ki, o həqiqətin müəyyən olunması üçün məhkəmələr yenidən təkrar və ya əlavə ekspertizaya göndərirlər. Yəni bunun yolu bəzən nə baş verir? Məsəl üçün hər hansı bir səbəbdən ekspert imtina elədi. Vətəndaş deyir ki, artıq bunun bir nəticəsi olmayacaq, məhkəməyə də getmir. Yəni iddia qaldı işi və hakim də tərəf gəlmədiyinə görə işi baxılmamış saxlayır. İşin baxılmamış saxlaması nə deməkdir? O deməkdir ki, məhkəmə ümumiyyətlə belə bir müraciət olmayıb. Və sonradan da vətəndaşda belə bir narazı olur ki, deyir, verdim məhkəməyə nəticə olmadı. Yəni bu işlər mülki işlərdir. Mülki işlər üçün də belə deyək də o işin dalıca getmək lazımdır. Yəni məhkəmə iclasına iştirak etmək lazımdır. Hakimə izah etmək lazımdır. Yəni hakim bizim yerimizə qərar verə bilməz. Yəni biz öz fikrimizi, yanaşmamızı hakimə izah etməliyik və burada da bəzən o da olur, onu da mən düşünürəm ki, borcumdur demək. Vətəndaşlar vəkil xidmətlərindən çox da istifadə etməyə lüzum görmürlər. Digər öz sözümü deyəcəm də. Orada bəzən çünki mülki prosessual məcəllədə yenə deyirəm, tərəflər öz sözünü, belə də öz istəyini düzgün şəkildə məhkəməyə çatdırmalıdırlar. Və bunun üçün də bəzən işin içində önəmli elə bir detal olur ki, vəkil xidmətdən yararlanmaq ona görə vətəndaşa sərfəlidir və o münasibdir ki, həmin o detalı vəkil görür və məhkəmənin diqqətinə çatdırır və işin uğurlu nəticələnməsinə belə də faydalı olur. Və mən həmişə dinləyicimizə də onu tövsiyə edərdim. Aydındır. Bir dinləyicimiz soruşur, maraqlı bir sualdır əslində. Deyir, 18 yaşına çatmış övladın ailədən ayrı olması üçün hara müraciət edilməlidir? Maraqlı bir məsələ aslında. Niyə məsələn, yəni 18 yaşına çatmış şəxsi ailədən ayrı tutmaq, ümumiyyətlə harasa bunun üçün müraciət etməkmi lazım? Yəni nə baş verir ki, belə bir qərara gəlinsin? Maraqlı sualdır. Hesab edirəm ki, həmin konstitusiyamızda belə bir maddə var da, kimsə yaşadığı yerdə məhrum edilə bilməz. Əgər 18 yaşına çatmış şəxs sırf indiki mənzil məcəlləsinin normalarından desək, yəni övlad valideynin yaşadığı yer, əgər orada bir də qeydiyyatdadırsa belə deyək də, ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə etmə hüququ var. Ona görə onun orada məhrum etmək, əgər belə deyək, ümumi ailə düzənində bir problem yoxsa, hər hansı bir sırf istəyirəm ki, övladım ayrı yaşasın, belə bir norma mən bilmirəm şəxsən. Hər halda yəqin ki, bəlkə də yoxdur. Bir dinləyicimiz də soruşur ki, deyir, kommersiya işləri üzrə niyə mediasiyaya gedilməsi mütləq olmalıdır? Qabaq deyir, mütləq mediasiya olmalıydı və səbəb nədir ümumiyyətlə ki, bax belə konkret olaraq mütləqləşdirildi bir növ? Təşəkkür edirəm sual üçün. Mediasiya haqqında, ümumiyyətlə mediasiyanın tarixinə baxanda
Bu harca belə 60-70-ci illərdə soyuq müharibə dövründə dövlətlər arasındakı o ticari dövriyyəyə dəstək üçün yaranmış bir mənada institutdur və ümumiyyətlə mediasiya kommersiya mübahisənin həllində əsas rol oynayan bir institutdur. Ölkəmizdə də mediasiya haqqında qanun 2019-cu ildə qəbul olunanda ailə, əmək və kommersiya mübahisələri üzrə məhkəmədən əvvəl mütləq ilki mediasiyasına iştirak etmək məcburi idi. Amma ölkəmizdə həm də hüquq islahatları çərçivəsində aparılan hüquq islahatları çərçivəsində arbitraj institutu yaradıldı və artıq 2024-cü ilin yanvar ayından bu yana kommersiya mübahisələri üzrə ilki mediasiyasına iştirak məcburi deyil. Yəni birbaşa məhkəməyə müraciət olunur bilər. Yenə deyim, əvvəlki dövrdə də yenə məntiqli idi ki, iş adamları üçün əsas nədir? Vaxt. Bəli. Mediasiya və məxfilik. Mediasiya da məhz iş adamlarına bu aləti verirdi. Yəni öz mübahisələrini məxfi, çünki mediasiyanın əsas özəlliyi bütün danışıqların məxfi şəraitdə aparılmasıdır. Bəli. Və kommersiya mübahisələri də məxfi şəraitdə həll olduğuna görə və qısa zamanda həll olduğuna görə iş adamı üçün bu faydalı idi və dövlətimiz də bu istiqamətdə bir belə deyək iradə göstərmişdi. Arbitraj institutunun yaranmasından sonra isə, yəni 2024-cü ilin yanvar ayından bu yana isə artıq kommersiya mübahisələrində məhkəməyə mediasiya müraciət etmək könüllüdür. Yəni kim istəsə müraciət edə bilər, kim istəsə müraciət etməyə bilər. Bu sırf tərəflərdən asılıdır. Yəqin ki, dinləyicimiz köhnə dövr üçün o sualı verib, hal-hazırda elə bir məsələ aktual deyil. Aydındır. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Sizin üçünsə aktual olan sualları göndərə bilərsiniz. Bugün bizim vəkil, eyni zamanda mediator qonağımız Qasım Şaliyevdir. Sizin və bizim suallarımızı cavablandırır və hüquqi sarıdan, hüquqi nöqteyi nəzərdən olan və sizi maraqlandıran məsələləri, sualları ünvanlaya bilərsiniz. 099 6 907 907. Eyni zamanda bizi hal-hazırda sosial media hesablarından izləyən izləyicilərimiz də var. Bu dəqiqələrdə həm Yurd FM-in, həm də Vaxt Medianın YouTube və TikTok səhifələrində canlı yayımdayıq. Bir dinləyicimiz və soruşur ki, deyir, 4 sot torpağın üstündə ev tikmişəm, evin kupçası yoxdur. Başlanma zamanı, boşanma zamanı deyir, bax bu ev bölünə bilərmi? Sual bundan ibarətdir. Çox yaxşı sualdır. Hal-hazırda əgər belə deyək də bizim öz başına tikinti dediyimiz belə deyək, sənədsiz samastroyka deyilən evlər, onlar məhkəmədə belə deyək, mübahisə predmeti ola bilməz, çünki qanunsuz tikilidir. Bəli. Amma nəticə etibarilə o bir dəyərdir. Ora bir pul xərclənilib, birgə nigah dövründə o daş alınıb, sement alınıb və hal-hazırda məhkəmə praktikası belədir ki, həmin demək əmtəşünaslıq ekspertizası təyin olunur. Yəni onun tikilməsinə nə qədər pul xərclənibsə, həmin o məbləğ bölünür. Yəni nəticə etibarilə əmlak bölünməsə də ona sərf olunan, onun bazar dəyəri belə deyək, müəyyən olaraq onun məbləğ bölünür. Bölünür. Deyək ki, evə misal üçün 50.000 pul xərclənibsə, tərəflər arasında bu 25-25 bölünür. Yəni o tərəf verməlidir, çıxmalıdır və yaxud da qarşı tərəf... Bir qayda olaraq belə deyək də, kimsə oradan çıxırsa, o digər tərəfdən o məbləği tələb edir. Aydındır. Bir digər sual var, dinləyicilərimizdən gələn suallardan biri belədir. Amma sırf bu məsələ ilə bağlı sizdən konkret olaraq qanunvericilik nədir, onu o cavabı eşitmək istəyəcəm. Yəni, subyektiv yanaşma yox, qanunvericilik çərçivəsində. Çünki bu sualı bir neçə dəfədə daha əvvəl soruşmuşam, vəkillərimizdən fərqli cavablar almışım. Dinləyicimiz soruşur ki, 2012-ci ildə yeni tikili binada ev almışam, çıxarışım var, lakin təmir etdirməmişəm və orada yaşamıram. Məndən komendant pul istəyirlər. Bu nə dərəcədə doğrudur? Aramızda da bir müqavilə yoxdur. Belə də yazıb ki, vəkillərdən fərqli-fərqli fikirlər alırıq. Qanunvericilikdə necədir? Buyurun. Bu məsələ mənzil məcəlləsində tənzimlənən bir məsələdir. Əgər mənzil fakt olaraq həmin şəxsə verilibsə, onun artıq öhdəliyi yaranır. Bu mənzil məcəlləsinin açıq normasıdır. Bilirsiniz necədir? Bu yeni tikililər dövlət onu saxlamır. Yəni belə dövlətin belə bir öhdəliyi yoxdur. Bəli. Amma o binanın ümumi əmlakı, ümumi əmlakı, onun daxili mühəndis kommunikasiya xətləri, bunlara belə də lift, qazanxana, bunlara belə də xidmət olunmalıdır. Bu xərcləri kim qarşılamalıdır? Mənzil məcəlləsi bildirir ki, bu orada yaşayan belə sakinlər, sahə mülkiyyətçilərinin ortaq məsuliyyətidir. Aha. Bəli. Yəni yaşadın, yaşamadın. Bəli, yəni çünki belə deyək də, digər bir ifadə edək də, bir şəxsin 20 dənə mənzili ola bilər. Bu insan ola bir mənzildə yaşır da. Yaxşı, digər 19 mənzilin yerləşdiyi binalarda binaların bu saxlanma xərclərinin necə qarşılanmalıdır? Ta ki orada yaşayanların axı borcu deyil bu. Yəni bu ümumi
belə deyək, borclu. Mənzil məcəlləsinin norması burada açıqdır. Sadəcə baş verən nədir? Həmin o saxlanma xərclərini bu orada mənzil mülkiyyətçilərinin ümumi yığıncağı deyək, onun qərarla müəyyən olmalıdır ki, tutaq ki, bu il bu binanın saxlanma xərcləri misal üçün 100.000 manatdır. Orada neçə kvadratmetr var? Misal üçün deyək ki, 10.000 kvadratmetr. Demək, bir kvadratmetrə nə qədər məbləğ düşür? Onun əsasında hər kəsin belə deyək də üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Hətta onu deyim, İnzibati Xətalar Məcəlləsində binanın saxlanma xərclərini ödəməmək üçün inzibati xəta, yəni inzibati cərimə belə müəyyən olub. Düzdür, praktikada çox şey yoxdur, bu işləmir. Amma o belə nəzərdə tutulub ki, yəni bu bir mənada vətəndaşa izah olunur ki, yəni bu yeni tikili binanın ümumi əmlakı da sənindir. Yenə Mənzil Məcəlləsinin 35-ci maddəsində lift şaxtaları, liftlər, bu pilləkənlər, bütün o istifadə, hətta belə deyək, texniki mərtəbələr, bu bütün o binadakı sahə mülkiyyətlərinin birgə mülkiyyətidir. İndi belə deyək də, bu mənim telefonumdursa, bu telefon xarab olanda, xarab olmaması üçün nə lazımsa mən bunu etməliyəm. O baxımdan mülki mənzil məcəlləsinin normaları çox açıqdır və bu bir mənalı sahə mülkiyyətçilərinin belə deyək, məsuliyyətidir. Məsuliyyətidir. Yəni, orada yaşamasaz belə, qısa desək, o pulu ödəmək bizim öhdəliyimizdir. Sadəcə, indi məsələ, orada bir fikir verin, komendant dedi. Sadəcə komendantdan həmin məbləğin, indi ümumi normanı dedim, sadəcə o tələb olunan məbləğin təyin olunması, yəni o məbləği kim müəyyən edib? O məbləği müəyyən etmək səlahiyyəti binanın ümumi mülkiyyətçilərinin belə də ixtiyarındadır. Bəli. Yəni o hətta son dövrlərdə artıq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti də qurulur. Bütün olaraq ki, çox binalarda var və həmin o mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağı tərəfindən məbləğ müəyyən olunur ki, illik, iki qanunumuz da onu deyir, illik büdcə müəyyən olunur, simet müəyyən olunur, büdcə müəyyən olunur və o simet əsasında da 1 kvadratmetrə düşən maya dəyəri nəsə o müəyyən olunur və hər kəsin belə deyək, çıxarışında, mülkiyyət sənədində ölçü nədirsə, onun əsasında da ödəməlidir. Aydındır. Suallarınız varsa yaza bilərsiniz. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bir dinləyicimiz yazıb ki, deməli, uşağın deyir 3 yaşı var. Anadadır. Hakim bir günlük atada qalmağa qərar verə bilərmi? Burada da yenə dediyim kimi uşağın diqqət alaq mənəfiyyəti çox vacib, əhəmiyyətli rol oynayır. Bu kimi hallarda, yəni mənim praktikamda gördüyüm nədir ki, ailə məcəlləsində onu deyir, uşağın atanın əgər tərəflər arasında bir razılıq yoxdursa, ki, razılıq olanda prinsipdə problem olmur. Əgər razılıq yoxdursa, hakim, məhkəmə bu işi, yəni bu atan bu istəyinin uşağın maraqlarına uyğun olmamasını müəyyən etmək üçün qəyyumluq orqanına göndərir. Qəyyumluq orqanı həm ananın yaşayış yerinə, həm atanın yaşayış yerinə, onların belə deyək də həyat tərzinə və s. qiymətləndirərək rəy verir. Əgər o rəy normal, belə deyək də uyğun olsa, sözsüz məhkəmələr də ona uyğun qərar verə bilərlər. Yəni biz indi burada birbaşa hə və yox deyə bilmirik. Çünki bu hər işdən və hər işin vəziyyətindən, spesifikliyindən çox asılıdır. Bəli. Yeri gəlmişkən suallarınız varsa siz də yaza bilərsiniz. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bizi izləyənlər arasında bizim necə deyirlər, həm də həmkarlarımızdan olan Lalə xanım da var. Sizi salamlayıb və qeyd edim ki, dinləyicilərimizdən və izləyicilərimizdən gələn suallardan biri belədir. Deyir, ailə boşanıb 5 ildir, ata ölkədən çıxıb aliment ödəmir. Nənə baba qanunla aliment tuta bilərmi? Yəni aliment tələbini eləyə bilərmi? Ana belə uşağın nənə babasından tələb edə bilərmi? Belə başa düşdüm ki, deyir ki, ailə boşanıb 5 ildə ata aliment ödəməkdən ölkədən çıxıb gedib ödəmir. Yəni uşağın nənə babasından aliment tutula bilərmi? Yəni əlçatan deyil, belə başa düşdüm ki, başa düşürəm. Yox, belə bir qanunda belə bir şey nəzərdə tutulmayıb. Yəni burada belə deyək də bir nəfərin məsuliyyətinə görə, borcuna görə digər tərəf necə məsuliyyət daşısın. Bu ancaq könüllülük əsası ilə. Bununla bağlı mediasiya həmin xanım müraciət eləsə, mən düşünürəm ki, mediasiyada bununla bağlı çox xoş bir nəticə əldə etmək olar. Çünki bizim praktikada olub, orada da çox ağır bir hətta iş idi. Belə deyək, tərəflər arasında münasibət düşmən səviyyəsində idi. Amma bizim şəxsən mediator həmkarların peşkar işi ilə
oğlanın anası, halbuki heç bir orada məsuliyyət daşımır. Oğlanın anası gəlib gəlini üçün 2 otaqlı ev almışdı. Yəni ona görə burada düşünürəm ki, bu kimi hallarda mediasiyaya müraciət olunsa, biz mediator həmkarlarımız bu məsələdə xanıma töhfə verə bilər. Xanıma uşağın diqqət alaq münafiq üçün töhfə verə bilər. Yəni hər bir halda, yəni danışıq çox önəmli məsələdir, amma iş burasındadır ki, burada ata yoxdur ortalıqda. Bax, o biraz çox ciddi bir məsələdir. Ona görə yəni nənə və babadan nəsə ala bilmə və onların belə deyək uşağın saxlanmasına töhfə verməsi, işini tənzimləməsi baxımından mediasiyada nəticə əldə etmək olar. Və ardınca da yazıb ki, uşaqlar həmin nənəmin adına olan evdə qeydiyyatdadılar. Həmin uşaqlara pay düşürmü? Bilirsiniz, bir qeydiyyatda olmaq yəni pay düşmək mülkiyyətə bir şərik olmaq deməkdir də, digər bir ifadə ilə. Amma orada qeydiyyatda olmaq, yəni pay düşməyə əsas vermir. Sadəcə nə ola bilər? Gələcəkdə belə deyək də, tutaq ki, nənənin və ya babanın adına olan ev, onların vəfatından sonra əgər bunların, bu uşaqların valideyni həyatda sağ olmazsa, onda vərəsə kimi nəsə hüquq əldə edə bilərlər. Amma sırf orada qeydiyyatda olmaq həmin evə və ya daşınmaz əmlakın mülkiyyətinə pay hüququ vermir. 099 907 907 bizim WhatsApp nömrəmizdə suallarınızı yazıb göndərə bilərsiniz. Yazılı formada suallarınız qəbul olunur. Radio Vəkili proqramı həftə içi 5 gün yayımlanır. Yurd FM-də, eləcə də sosial media hesablarımızda həm Yurd FM-in, həm Vaxt Medianın və canlı axşam saat 18:00-dan 19:00-a kimi vəkillərimiz burada qonaq olurlar və bizi maraqlandıran sualları cavablandırırlar. Bir sual belədir ki, deyir, nikahdan qabaq alınmış evdir. 8 aydır deyir, qardaşımın adına çevirtdirmişəm. Boşanma zamanı bax bu evdən digər tərəfə pay düşə bilərmi? Çox yaxşı sualdır və praktikada da buna tez-tez rastlaşırıq. Ümumiyyətlə birinci qəbul etmək lazımdır ki, nikahdan əvvəl əldə edilən əmlak bu birgə əmlak sayılmır və nikah pozulduğu halda bu belə deyək, bölünmə baş verə deyil. Hansı nə hal var? Tutaq ki, misal üçün 100 minlik, 150 minlik bir evdir, nikahdan əvvəl alınıb. Amma nikahdan sonra belə deyil, o əsaslı təmir ki deyilik, xalq dinləz deyək, kapital remont deyirlər. Və bir 150 min evə bir 150 min də belə deyil, maya qoyulur, xərc qoyulur. Bu halda ev və artıq evin qiyməti 300 min deyil. O təmirdən sonra evin qiyməti olur, nə bilim, 400 min. Çox fantastik qiymət fərqli olur. Və əgər bizim ailə məcəlləmiz bunu bildirir ki, əgər birgə nikahda olmayan əmlak nikah dövründə qoyulan o əsaslı təmirlə çox qiyməti dəyişibsə, belə deyək də, daha çox qiymətlənibsə, artıq o birgə mülkiyyətin predmeti ola bilər. Bu vacib məqamdır. İndi orada sual budur ki, mən həm də qardaşımın adına keçirmişəm. İndi o birgah nikah dövründə o əmlaka nə kimi maya qoyulub, nə kimi sərmayə qoyulub, onu sualdan bilmədiyimizə görə deyə bilmərik ki, yox, heç bir pay düşmür. O yenə artıq işin hallarını dəqiq bilməmiz lazımdır ki, sualı daha düzgün cavab verə bilək. Bəs 8 ay qabaq boşanmadan əvvəl artıq başqa adamın adına keçibsə necə? Boşanmadan əvvəl deyək ki, boşanma olmayıb hələ. Evdə dedik artıq sualda ki, nikahdan qabaq alınıb, amma 8 ay əvvəl, deyək ki, bugün artıq qərar verib bəlkə boşanacaqlar, amma ev 8 ay əvvəldən, yəni boşanma olmamışdan qabaq başqasının adına keçib. Belə deyək ki, burada birbaşa pay əldə etmə görsənmir. Sadəcə o birgə nikah dövründə o evə bəlkə elə bir işin hallarını bilmədən tam deyə bilmirik. Orada bəlkə elə əmlaka elə bir maya qoyulub, elə bir sərmayə qoyulub və bu həmin hissə mübahisələndirilə bilər. Bu artıq digər tərəfin məhkəmədə bunu mübahisələndirib, mübahisələndirməməsindən asılıdır. Maraqlı suallar var dinləyicilərimizdən gələn. Bir dinləyicimiz yazıb ki, yeznəm boşanıb, yoldaşı 3 uşağı götürüb qaçıb və uşaqlar 3 və 5-də oxuyurlar. Və məhkəmə yeznəmi çağırıb getməyib məhkəməyə. İndi isə yoldaşı iddia qaldırıb ki, 700 manat ödəsin ayda. Yəni aliment üçündür böyük ehtimal. Amma o da deyir, işləmir, gəliri yoxdur və uşaqları da göstərmir atasına ana. Uşaqların telefonu var, atası oradan gizlin danışır. Bu cür ünsiyyət qurur. Uşaqlar da deyir, ağlayır, atasını və nənəsini istəyirlər. Səs yazıları filan da var. Bu halda nə etmək mümkündür? Vətəndaşın hisslərini anlayıram və belə deyək, başa düşürəm. Haniki vəziyyətini, baxın orada birinci bir qeyd getdi. Məhkəmədən çağırıblar, yeznəm getməyib. Bəli. Yəni məhkəmədə əgər iddia qaldırılıbsa, yəni bu praktikada da tez-tez rastlaşırıq belə hallarla, ona görə belə ağırlı yerimdir. Əgər məhkəmədən bizə bildiriş gəlibsə,
gedib məhkəmədə o iclasda iştirak etmək lazımdır. Yəni mən getməyəcəm, mənim üçün heç nə eləməz. Yəni siz bizim məhkəməyə getməməmiz məhkəmədə bizim əleyhimizə qərar çıxmasına maneçilik törətmir. Halbuki biz ora getsək, hakimə baş verən orada danışılan məsələlər varsa, hakimə nəsə bildirsək, bəlkə hakimdə belə bir sual yarana bilər və ona görə müəyyən sorğular göndərə bilər və bir o deyir obyektiv həqiqətin ortaya çıxmasına köməklik ola bilər. Yəni dəhşət verici bir haldır ki, yəni çox olur, baxırsınız ki, məhkəməyə çağırıb 20 dənə bildiriş var, getməyib, qətnamə çıxıb, deyib yox, mənlik deyil. Qətnamə qanuni qüvvəyə minib və nəticə yoxdur. İndiki məqamda yəni əgər burada iki hal var. Bir nikah aliment tələbi ilə bağlı heç bir yerdə işləmirsə, Ailə Məcəlləmiz bildirir ki, əgər kişinin sabit gəliri yoxsa, belə deyək, aylıq sabit gəliri yoxsa, burada aliment məbləği uşağın diqqət alaq mənafi nəzərə alınaraq sabit pul məbləğində tutula bilər. Bu işin bir tərəfi. İkinci, bu sabit pul məbləği, yəni minimum aliment nəzərdə tutulur. Ta ki 260 manat 2026-cı üçün. İndi ora gəlmək istəyirəm. Hal-hazırda praktikamıza hörmət, belə deyək, xanımın vəkili rolunda iştirak edən həmkarlarımız yanaşmanı belə qoyurlar ki, ölkə üzrə uşağın minimum saxlanma xərci müəyyən bir məbləğdir və həmin məbləğ üzərindən tələb edirlər. Amma bu məhkəmələrin qərarları, yəni birmənalı məbləğ tutulmur bəzən. Çünki belə deyək də, ta ki kişi boşanmazdan və 400 manat maaş alırdı və 400 manatdan ailə bir şəkildə yaşayırdı və boşanandan sonra, ta ki 2 uşaq deyək də, boşanandan sonra ana gəlir, deyir, yox, 2 uşağa görə 520 manat pul verəcəksin. Axı nikah vaxtı zaten necə yaşayıblarsa çətindir, amma fakt yaşayıblar. 400 manatdan ailə təsərrüfatı gedib. İndi o adam boşanandan sonra 120 manat üstündə istəyir. Bu necə ödəsin? Bəli. Ona görə indi orada da mütləq şəkildə işin halları, yəni birinci bunu da deyim, bir məbləğin tələb olunması hələ onun kəsilməsi demək deyil. Bəli. Və kimsə də deyə bilir, mən iddia verirəm də, yəni bu mənim qanuni haqqımdır. Mən tələb edirəm məhkəmədən. O deməkdir ki, məhkəmə həmin rəqəmi kəsəcək. Yəni aliment məsələsində uşağın diqqət alaq mənafeyi nəzərə alınır və ona görə uyğun qiymət aliment müəyyən edilir. İndi orada necə olacaq? Mən bir söz deyə bilmirəm, çünki işin hallarını bilmirəm də, belə deyim. Qaldı ki, uşaqların ataya göstərilməməsi, bu artıq ayrı bir məsələdir. Bununla bağlı ata ilk öncə mediasiya, əgər mediasiya barışı olmazsa, məhkəmədə uşaqlarla ünsiyyət barəsində məhkəmədə iddia qaldırmalıdır və bir qayda olaraq da məhkəmələr bunu təmin edirlər. Hətta Ali Məhkəmənin keçən çox önəmli bir plenum qərarı oldu. Əvvəllər misal üçün necə gedirdi də, 6-cı günlər və ya bazar günü səhər saat 10-dan axşam 6-ya kimi görüş tanınsın. Ən son Ali Məhkəmənin plenumu çox gözəl bir bu mövzuya bir yanaşma qoydu ki, konkret hansı saatda kim uşağa nə vaxt verəcək? Yəni artıq məhkəmələr tövsiyə olundu ki, bu kimi məsələlər çox dəqiq tənzimlənsin ki, yəni bəzən mübahisə olmasın. Məhkəmə qərar verirdi, prinsip etmə mübahisə həll olub. İşin icra mərhələsində icraçıların otaqlarında ayrı bir mübahisə edirdi və bu kimi negativ halların qarşısını almaq üçün Ali Məhkəmənin çox önəmli bir qərar oldu və artıq bu kimi məsələlər, belə də, bu kimi problemlər artıq biz müşahidə etmirik. Ona görə o bəyə də ancaq tövsiyəm odur ki, uşaqla ünsiyyət barəsində iddia qaldırsın. Aydındır. Reklamlarımız olacaq. Qısa bir reklamdan sonra qayıdacaq, gələcək və suallarınızı siz də yaza bilərsiniz. Göndərilən suallar var. Onları cavablandırmağa çalışacağıq. Bu arada qeyd edim ki, bizi hal-hazırda Yurd FM-in və Vaxt Medianın YouTube və TikTok səhifələrində izləmək mümkündür. Bugünkü vəkil qonağımız qeyd edim ki, həm də mediatordur. Qasım Şaliyev bizim bugünkü qonağımızdır. Suallarınızı ünvanlaya bilərsiniz. Eyni zamanda WhatsApp üzərindən radioda bizi dinləyən dinləyicilərimiz də 099 6 907 907 WhatsApp nömrəsindən suallarını yazılı formada göndərə bilərlər. Hələlik isə qısa bir reklam. Radio Vəkili dinləyirsiniz. Yurd FM radiosunda, eləcə də bizi sosial media hesablarında izləyən izləyicilərimiz Vaxt Media və Yurd FM-in YouTube və TikTok səhifələrində hal-hazırda canlı yayımdayıq. Oradan da suallarınızı göndərə bilərsiniz. Bütün suallara cavab verməyə çalışacağıq. Düzgün, vaxtımız az qalıb, amma biz çalışacağıq ki, bugünkü vəkil qonağımız Qasım Şaliyevlə birlikdə sizin suallarınızı səsləndirir və cavabını eşitmiş olaq. Deməli, suallardan biri belədir ki, dinləyicimiz yazıb, kommersiya işləri üzrə o sual oxun, qətnamə var ki, deyir, nigah pozulsun və uşaqlar anada qalsın. Uşaqların 11 və 13 yaşı var. İndi uşaqlar atanın yanında qalır könüllü olaraq. Ata indi nə etməlidir? Ki, aliment kəstirsin
anaya qarşı. Yəni birinci qətnamədəki hallar mövcud deyil, amma qətnamə də qüvvədədir. Bununla bağlı bu artıq belə yeni halda da belə deyək, qətnaməni bununla bağlı yenə hüquqi müdafiə yoluna getməlidir ki, o qətnamə ləğv olunsun ki, ondan sonra uşaqları yanına alsın. Buna bağlı qanuna baxıb da, hətta mən sizə şey deyirəm, qanuni addımları bir-bir deyirəm, həmin vətəndaşa biz ötürərik. Çünki praktikada çox az olan hallardan birisidir, amma onu mən hüquqi yollarını yazıb mən sizə bildirərəm. Yəni faktiki olaraq uşaqlar atadadır, amma deyək ki, məhkəmə qərarında isə anaya aliment ödənilir. Bu artıq yeni hal kimi düşünürəm olmalıdır və bunun üçün müəyyən bir hüquqi addımlar var. Mən onu yazıb vətəndaşa ötürərəm. Bəli. Təşəkkür edirik sizə. Deyir ki, torpağımın kupçası var, yaşayış məntəqəsi dev tikilib, kupça yoxdur, layihəsi var, kupça vermirlər. Deməli, torpağın kupçası var və yaşayış məntəqəsi dırnaqda yazıb, mötərizədə ev tikilib. Onunsa kupçası yoxdur, layihəsi var, kupça vermirlər. İmtina gəlir, neynəmək lazımdır? Binəqədi rayonu Xocasən qəsəbəsindən gedir. Praktikada nə baş verir? Bu şəhərsalma tikinti məcəlləsinə görə, əgər belə deyək, fərdi mülkiyyətdə olan torpaq sahəsində şəxs fərdi ev tikəyə bilər. Sadəcə, indi məsələ deyil, layihəsi var, amma layihəsi lisenziya olan şirkət tərəfindən çəkilməlidir. Ondan sonra icra hakimiyyəti orqanına müraciət olunur, məlumatlarımın icraatı qaydasında ki, mən mülkiyyətimdə belə bir torpaq sahəsində bu şəkildə bir ev tikmək istəyirəm. 30 gün ərzində hər hansı bir belə deyək, yerli icra hakimiyyəti orqanından mənfi cavab gəlməzsə, o halda belə deyək, bina ev tikilir və daşınmaz əmlakın dövlət rejisi xidmətinə verilir. Praktikada biz kifayət qədər bu işləri eləmişik, problem yaramayıb. Nə baş verir? Praktikada, yəni vətəndaşı narazı salan o layihəsi var. Həmin layihə lisenziyalı şirkət tərəfindən çəkilmir. Sonra binanın bina deyəndə ki, o fərdi evin tikintisi mən o aşırımlar arasında müəyyən məsafələr olmalıdır. Birbaşa şəxslə qarşılaşdığım hallar deyirəm. Ona riayət olunmur. Tutaq ki, misal üçün dəqiq yadımda deyildi. Tutaq ki, olmalıdır aşırımlar arasında 1,5 metr, olur 1,70, 1,80 və bu da belə də təhlükəsizlik baxımından icra hakimiyyəti orqanı bəzən oradan da belə fikri diqqətdən qaçmış olur, imtina verilmir. Daşınmaz əmlakın dövlət rejistri xidməti imtina verir ki, bu belə deyək standartlara uyğun deyil. Əgər dediyim kimi və o da önəmli bir qeyd bildirdi ki, torpaq sahəsi mülkiyyətdədir və yaşayış məntəqələrinin torpağıdır. Bu halda sadəcə tikilmiş evin layihəsi lisenziyalı şirkət tərəfindən çəkilməlidir. Məlumatların icraatı qaydasında yerli icra hakimiyyəti orqanına məlumat verib, ondan sonra daşınmaz əmlakın dövlət rejistri xidmətinə məlumat verilməlidir. İmtina verilirsə, indi mən bilmirəm, imtina hansı əsası var, o halda inzibati məhkəmədə iddia qaldırılmalıdır. Deməli, deyir ki, boşanma ərəfəsində xanım evdən sənədləri və qızılları götürüb gedib. Hal-hazırda mənim üstümə atır ki, güya qızıllar evdədir. Lakin qızıl deyilən bir şey yoxdur evdə, yoxa çıxıb. Bu halda deyir, məhkəmə mənim üzərimə yükləyəcəkmi bu cür, yəni itib batan o qızılları? Bunu birbaşa cavab vermək mümkün deyil. Bu yenə işin halları, subutlar, şahid ifadələri, yəni o işi araşdırmaq lazımdır, belə deyək. Yəni praktikada kifayət qədər belə suallar, problemlər yaranır və o hər işin özünə məxsus tərəfi var. Ona görə indidən nə belə, nə elə cavab vermək yanıldıcı ola bilər. Qaldı ki, sənədlərin götürülməsi hissəsində isə o da başa, yəni sırf belə deyək, indiki sistemi başa düşməmənin belə deyək, fəsadıdır. O sənədlər çox rahatlıqla, tutaq ki, nikah sənədi, uşaqların doğma haqqı sənədi və s. onu müvafiq qeydiyyat orqanından rahatlıqla almaq olur. Yəni, o ümumiyyətlə problem deyil. Və ya istənilən vəkilə müraciət etsə, vəkil sorğusundan həmin məlumatları əldə edə bilər. Bu belə. Yəni, qızıl hissəsi isə yendirəm, o biraz halından asılıdır. Bir mənalı. Uşaqların deyir ki, ananı istəmirlər. Uşaqların biri 3-də, biri 5-də oxuyur. Dinləyicimiz sualın davamında yazıb. Deyir, onlar məhkəmə yolu ilə atada qala bilərlərmi?
3-də oxuyan hardasa 9 yaş eləyir, 5-də oxuyan da bir 11 yaş eləyir. Ümumiyyətlə 10 yaşından sonra uşaq boşanma hallarında 10 yaşından sonra uşağın hansı valideynlə daha çox belə psixoloji, emosional yaxınlığını ölçmək üçün hakimlər məhkəmələrdə uşağı dinləyir və bu kimi əgər tərəflər arasında mübahisə varsa, məhkəmələr yenə əlavə olaraq müvafiq icra hakimiyyəti orqanına göndərirlər. Çünki uşaq artıq 10 yaşı kifayət böyükdür və hansı valideynlə daha çox belə deyək isti münasibət olduğunu uşaq fərqində olur. Bəli. Yəni o baxımdan əgər uşaq valideynlərdən kimisə, yəni 10 yaşından yuxarı, hətta 7 yaşından yuxarı belə fikir alınır, məcburi deyil, amma alınır çox vaxt və onu da bildirim ki, praktikada da var ki, hətta onu deyim, qəyyumluqda uşaq gəlir, deyir ki, mən ata ilə qalmaq istəyirəm və ya ana ilə qalmaq istəyirəm. Yenidən məhkəməyə gələndə gedir digər valideyn yanına, deyir, yox, mən orada belə demişdim, indi belə istəyirəm. Uşaqdır, yəni adı üstündə. Ən son məsələdə bizdə bir praktikada belə bir şey oldu. 12 yaşlı oğlan uşağı qəyyumluqda valideynlər arasında mübahisə vardı. Qəyyumluqda dedi ki, mən ana ilə qalmaq istəyirəm və qəyyumluqda elə bir rəy verdi. Amma məhkəməyə çata-çatda uşaq keçdi ataya deyir ki, mən atanı çox sevəm, ata kimi nə bilim qəhrəman olmaq istəyirəm. Bəli. Və sonradan da rəy belə olmasına baxmayaraq uşaq ataya verildi. Yəni bu sırf işin hallarından asılıdır. Bir konkret sual verəcəm və bu sonuncu sualda bugünkü verilişimiz üçün. Deyir ki, belə başa düşdüm ki, silahlı basqın olub kiminsə evinə. Deyir, silahlı basqın ediblər, öldürməklə hədəliyiblər. Belə olan halda, yəni o tərəfə, yəni silahlı basqın edən şəxslərə nə qədər cəza düşür qanunvericiliklə? Sən bir deyib, mən cinayət hüququ mütəxəssis deyiləm. Ona görə bu suala cavab verməyəcəm. Sən mi deyim? Yəni çünki hər kəs mütəxəssis oldu sadə cavab vermir. Arada siz sualınızı yadınızda saxlayın. Bizim onsuz da sabahda vəkilimiz olacaq, növbəti günlərdə vəkilimiz olacaq. Çünki mən sadəcə düşündüm ki, bəlkə həm də işin halı biraz çox belə qarışıqdır. Konkret olaraq kim hansı formada necə hücum edib və ya nədən gedir söhbət, biraz o detallı yazsa daha yaxşı olardı. Cinayət hüququ maraqlı sahədir, boş mənim sahəniz deyil amma. Belə yekunlaşdırırıq. Təşəkkür edirik sizə. Çox sağ olun. Qasım bəy, gəldiniz, suallarımızı cavablandırdınız. Minnətdarıq sizə. Ümid edirəm ki, faydalı olduq. Çox sağ olun. Bu %100 belədir. Mən də əminəm ki, dinləyicilərimiz üçün də maraqlı oldu və onları maraqlandıran məsələlərə cavab almış olduq. Beləcə yekunlaşdırırıq. Sizinlə bugün radio vəkildə mən Xəyal Orucoğlu və bizim həm mediator, həm də vəkil qonağımız Qasım Şaliyev idi. Sabah yeni vaxtda inşallah yenidən eşitdirmək ümidi ilə. Hələlik. Yurd FM'de Radyo Vekil.